təcili güclü sel gəldi, evlər yarıya qədər su ilə doldu. Bu yaşayış məntəqələri təhlükədə. Hacıqabula dağlardan gələn sel 3 kəndi təhlükə altına alıb. Reportun Aran Bürosunun məlumatına görə hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları 7 para adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb. Sakinlərin sözlərinə görə Harabi dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyatyanı sahələrə dolub. Hazırda intensiv yağış yağır, sel davam edir. Sözü gedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb. Bununla bağlı artıq aidiyyatı qurumlar hərəkətə keçib.